Mən əvvəl dülgər olmuşam. Sənətim mənim dülgər olub. Uzun müddət dülgər işləmişəm. Amma mənim həvəsim olub belə bir işlərə. Uşaq vaxtından mən harada yaxşı daş görmüşəm, götürmüşəm. Harada yaxşı sümü olub götürmüşəm. Marağım çox olub. Yavaş-yavaş mən bunu başlamışam işləməyə. Uzun müddət işləyəndən sonra, bu şeylər hazır olandan sonra belə bir təklif oldu ki, bunu mən aparım sərgiyə. Apardıq bunu şəhərin muzikal məktəbində sərgiyə qoyduq. Orada 3 nəfərin bizim işlərimiz bəyənildi. Düşdü birinci yerə. Apardılar Bakıya, Bakıdan apardılar Moskvaya. Moskvadan gətirəndən sonra mənim orada bəzi həşkələrim yuxa çıxdı. Pul ayırmışlar, verilmədi. 85-ci, 84-cü illərin ərəfəsindədir, Sovet devrində. Sonradan da mənim ürəyim sındı, bu işi mən eləmədim, məşğul olmadım. Mənim o işlərim ki var, o işlərin hərəsinin özünün tarixi var. Hər o işlərə mən baxanda mənim bu keçmişim, gənclik illərim yadıma düşür, yad eləyirəm. Bəzən qəmgin oluram, bəzən ürəyim açılır. Bəzi o güllərin hamısının adı var. Mənim qəlbimdə, bəzinin həyat yoldaşlarını qoymuşam, bəzini dostlarımın, uşaqlarının adını. O qartalı mən ən birinci dəfə onu 30 il bundan qabaq eləmişdim. Orada yaxşı işlər çoxdur. Hamısını o vaxt eləmişəm, onların özünün yeri var. İndi bundan sonra da gənə eləmək niyyətindəyim.
biz lap gənc, cavan vaxtından mənim həyat yoldaşım qonşuluqda bir həkim var idi. Onun evinə getmişdi dişini baxdırmağa. Oradan gəldi ki, orada 2 dənə belə buynuzdan quş görmüşəm. Mən dedim ki, onu get gətir, mən ona baxım. Getdi, gətirdi, mən baxdım ona, mən onu düzəltdim. Mən düzəltdiyim ondan yaxşı oldu. Həmən o gün mən sonra çox güllər düzəltmişəm, çox quşlar düzəltmişəm. Heç biri ona oxşamır. O qeyri-adi bir quş çıxmışdı. Gəlib baş-başa. O quşu mənim böyük oğlum anasının yasına gələndə dedi ki, ata bunu aparıram, Daniskidədir. Apardı, oradadır. Ondan sonra çox düzəltmişəm, amma heç biri ona oxşamır. Əvvəl mənim başlanğıcım o oldu. Nə qayırdımsa gəlib durdu yanımda, deyirdi ki, bax, bunu belirlə. Bu düzgün deyil, bu rəng buna uyğun gəlmir. Mənim bu işdə əsas səbəbkarı o olur, o qadın. Çox mehriban olmuşuq, heç vaxtı bir-birimizin xatırına dəyməmişik. Ömrümüzün axırına qədər. Yaxşı ana olur, yaxşı insan olur, Allah adamı olur, gözəl insan olur. Bu dəqiqə ayrı şeylərdən mən niyyətindəyim, ayrı cür. O diş həkimlərində var ya belə, tarixi şeylər. Bəlkdən bir eləyirdim, amma indi elə şeylər eləmək istəyirəm ki, məsəl üçün, çox deyir, Azərbaycan xəritəsi. Onu mən sənə deyirəm ki, Azərbaycanda kim elə bilməz. Çünki o mənim gözümün qabağındadır, nətər olacaq. Azərbaycan neçə rayonu varsa, hər buynuz bir rəng olmalıdır.
o buynuzlar hamısı düzəlməlidir, hamısı həkk olunmalıdır ora. Hamısının üstündə o şəhərlərin adı yazılmalıdır. Onu belə mümkün deyil. Məsələn, mən deyim sənə ki, onu mən özüm edirəm, o da düzgün deyil. Onu da Allah eləyir ki, bax, belə elə. Mən demərəm ki, məsələn, mən rəssamam, həm nəqqaşam, nəyəm. Amma ona gəlib çatmalıyam. Mən öyle eləməliyəm, özüm nə tər lazımdır. Buynuzu məsələn bayaqdan indi yapışdırmaq da olar. İndi mən onu bax forma kəsib, bax belə. Kəsmə də belə. Zərgər işi. Məsələn məndə var bir sırğa qayırmaq, qızlara sırğa qayırmaq. Olmasa o buynuz tapılmır da, ağ buynuzdan olmalıdır. Bunlar elə belə olmur. Mən deyim ki, mən özüm edirəm, özüm asıl görürüm. Bir də görsən ki, beynimə gəlir bir şey ki, hə bunu elə. Elə bir şey mənə təkan verirlər ki, bax elə bu belə olmalıdır. Əvvəldən görürəm, belə olmalı. Orada o qartal vardı, onu sən kanadını göstərdin də. O indi daha vaxt hazır olacaqdı, onu səni çağırırdım, baxarsın. Bu ucu ayrı cürdür, ucu uçma vəziyyətdədir belə. Pay verməyi xoşlayıram və baxa görə kimə də. Çox vermişik. Bütün mənim qohumlarımın hamısının evində var. Amma satmamışım, qətiyyən. Bir dostum vardı, tekstini də balaca boy kişi idi. Onun qızının adında, toyunda məndən xahiş etdi ki, bir dənə belə bu buynuzdan mən. O kəpənər vardı üstündə. Elə bir verdim ona, bu zadal beləmədim. Sən demə, bu qız, oğlanın da atası rəssamdır. Aparıb ora, toydan sonra deyib, kişi, bu hardan gətirmişsən, nətər deyil, mincə söyləyir, belə-belə. Deyib, valla, çox paylar gəlib. Çox xrustallar, qəbələr, çox paylar gəlib. Amma mənə bu mənim üçün hamısından üstündür. Hələ o vaxt deyib, 30 il buna qabaq vermişdim. Hələ belə mən pulla qətiyyən bunu satmamışam, heç kəsə. İndi mənə buynuzlar gətirəsdilər, dedim də sənə, cürbəcür buynuzlar. 90 santim hündürlüyündə, bax, bu hündürlükdə məsələn. O, stol düzəltməstdirəm onu bir dənə. Üstü mərmərdən, belə mərmər. 200-300 dollara verir o mərməri, bütün. Ayaqda o keçi buynuzundan, ortada da məsələn bir dənə belə vanna kimi şey, belə yumru vardı, qab, elə bir şey. Onun hamısı bir-birinə sümü ilə bağlanmalıdır. Elə bir şey niyyətimdədir. Və onu mən məsəl üçün bilyard stolu görmüşəm. Ağlıma mənim bu fikir gəlib ki, bax, bilyard stolu öz yerində bu boyda da evdə oynamaq üçün, uşaqlar üçün. Onu mən fikirləşdim ki, belə eləmək olar. İndi bunu söz vermək, gətirəsizdir. Allah qoysa bir aya, 2 aya, belə də, yayda, yazda da bu havalar açılsın. Səni çağırdım, gəlib onlara baxalım, hazırlayacağım yavaş-yavaş.